Cənnət anaların ayaqları altındadır. Hədisi səhihdirmi? Elhamdülillah, hədis səhihdir, lakin biraz ləfsi fərqlənir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ananın ayaqlarının yanındadır. O da nə vaxt olur? Bir sahabi Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlir, deyir ki, mən Allah yolunda vuruşmaq istəyirəm və deyir ki, tərk elədim anamı, ağlayır. Valideynlərimi tərk elədim, onlar ağlayırlar. Xüsusən ana. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onda deyir ki, qayıt ananın yanına və orada cihad elə. O sənin üçün cihaddır. Çünki həqiqətən cənnət ananın ayaqlarının yanındadır. Ananın ayaqlarının yanındadır. Başqa rivayətdə gəlir ki, necə ki onları ağlatdın, qayıt indi onları güldür. Və ayaqların yanında da o deməkdir ki, necə alimlər onu bəyan ediblər, yəni insan təvəzzükarlıq göstərməlidir. Və tam təvəzzükarlıq və tam itaətkarlıq göstərməlidir ananın yanında. Xüsusən ananın yanında. Çünki ana zəifdir. Və bunu etməklə, təvəzzükarlıq, itaətkarlıq göstərməklə cənnəti qazanacaq. Ona görə başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, bir vay olsun o kişinin halına ki, valideynlərini gördü, lakin cənnətə düşə bilmədi. 3 dəfə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm, vay olsun, vay olsun, vay olsun. Çünki valideynlər ən gözəl və ən asan yoldur Allahın razılığını qazanmaq və cənnətə düşmək üçün.